Herkese salam dostlar. Bugün sizlerle bir yerdə yeni aldığım eşyaları göstereceğim. O zaman gəlin başlayaq əlimizə spirt vurmaqdan. Beləm götürdüm spirtim. Bu arada masamda çoxlu dəyişikliklər etmişəm. Mənim Zəhra 324 adlı kanalım var idi. O kanalım silindi. Deməli necə oldu? Birinci mən elə YouTube'a video atmaq istəyirdim. Birdən gəldi ki, hesabımızda oturum açılırkən bir sorun oluşdu. Bu sorunu mən yaşamışdım bir neçə dəfə başqa hesablarımda. Amma yəni nə qədər uğraşmışdım, o hesablar silinmişdi. Onları da silmişdim məcbur qalıb. Yenə nə qədər uğraşdım yəni düzəlməsi üçün, amma düzəlmədi yəni. Artıq o hesabını silmək məcburiyyətində qaldım. Yəni ondan sonra bir həftə də gözlədim ki, bu sorun əgər anında hesabı silən kimi təzə hesab açsaz, onda da olur da bu sorun. Yəni onun üçün etmədim. Anında hesab açmadım. Nəysə, başlayaq. Burada boşdur. Amma yeni aldığım şeydən qoyacağım bura. İndi belə bir qələm almışam. Bu qələmi masaya qoymaq üçün almışdım. Yəni belə masaya qoyacağım bunu. Bəzi şeyləri kart falan düzəltəndə bundan istifadə edəcəm. Bu şəkildə yəni qələmdir. Onu da bura qoyacağım karandaşlarımın yanına. Buradan başqa nə almışam? Belə bir oraya almışam. Masaya aid deyil, əslində yenə də göstərim. Dondurmada almışdım sadəcə. O buzdolabındadır şu anda. Burada belə TikTok almışam. İçi belədir bu şəkildə. Dadına baxmışam. Pis deyil. Yəni belə bir şəkildədir. İçində bir sürü var belə. Bu şəkildə. Bu arada mən bunu qabına görə almışam da. Yəni masaya qoyacağım. Açılıb bağlanması da belədir. Üstündəki rəsmi də cıracam təbii ki. Hətta biraz belə dəymişdim. Cıracam. Elə istifadə edəcəm yəni. Ayda inşallah cıranda izi qalmaz. Deyəm baxın. Yoxlayaq. Ay, izi qalmış. Aha. Sonra çıxardıram bunu. Şəkildədim. Arxası da belədim. Bunu masamın bu hissəsinə qoymağı düşünürəm əslində. Bilmirəm. Yəqin ki, ora qoyacağam. Əslində bunun ağ rəngini alacaqdım mən. Sadəcə ağ rəngi yəni yox idi. Var idi, əvvəllər var idi. İndi amma yəni yoxdur da. Gəlmir. Qutarıb və gəlmir. Neçə gün gözləmişdim gəlsin. Hətta bir həftə falan olar. Amma yoxdur da yəni. Daha dedim ki, bugün artıq məktəbin son günüdür. Daha alım geçsin. Beləm. Sonra belə stikerlər almışam. Bunları çox istəyirdim. Keçən səfər görmüşdüm. Hamısı belə qırmızıydı da. Qırmızı və sadə idi. Amma indi gördüm ki, şeydir də. Beləsi gəlib. Təzəsi dedim alım. Bu şəkildə. Göstərim bir dənəsini. Buradan. Belədir. Bu şəkildə çıxır stikerdir. Beləm. Bu şəkildəydi bu da. Başqa yəni bu qədər. Dediyim kimi dondurmada almışdım. O buzdolabındadır. Masamda bu arada çoxlu dəyişikliklər etmişəm. Baxın. Yəni görürsünüz. Masanın dizaynını dəyişmişəm tamamilə. Yəni masa turu çəkəcəm. Videomuz bu qədər idi. Kanalıma abunə olun, videoma like atmayı unutmayın. Bye bye.